1945 yılın Ağustos'unda ülkenin her tarafında miting ve nümayişler başlandı. Demokrat Firkasının görkemli kadimlerinden biri, Ateşin Natik, Azad Vətən, yorulmadan kentli yığıncaqlarında danışırdı. Halk harekatına Demokrat Firkası rəhbərlik edirdi. Demokrat Firkasına pişəvəri başçılıq edirdi. Demokrat Firkası 1945 yıl sentyabr ayının 2'sinde bir beyanname nəşr ederek bütün halkı azadlık ve milli istiqlaliyyət uğrunda mübarizeye davet etti. Fədailər mübarizeye başladı. Elimizde vuruşmalar zamanı çekilmiş kino senedleri yoktur. Lakin bu vuruşmalarda iştirak eden ve öz halkı için qələbə kazanan insanlar bunlardır. Halk kahramanları, unutulmaz insanlar. Məhəmməd Agahı, İran ordusu zabiti, təyyarəçi, onun simasını yadınızda saxlayın. O, mübarizenin ilk günlerinde Tehran'dan uçup Təbrizə geldi ve fədailərə qoşuldu. Kocaman fədailər gənclərlə yanaşı durdular. Səttarxanın silahdaşı Qulam Əli də onlarladır. İndi burada hərbi təlim keçirilir, ordu hazırlaşır. Bunlar dünənə qədər hüquqsuz yaşayan, əzilən, Ərdəbil, Sərab, Urmiya kəndləridir. Onlar hərbi qaydaları hələ yaxşı mənimsəməmişlər. Bir çoxları hətta tüfəng tutmağı da yaxşı bilmirlər. Lakin tüfəng tutmağı bilməyən bu qəhrəmanlar əskərlik vəzifələrini namus və şərəflə yerinə yetirdilər. Burada da hərbi təlim gedir. Bura adı dillərə düşmüş Qulam Yahya'nın qərargahıdır. Qulam Yahya, onun adı çekiləndə düşmənin canına vəlvələ düşür. Qulam Yahya kimi bir çox yiğitlərin rəhbərliyi altında vuruşan fədailər hər yerdə qalib gəldilər. Ərdəbil ətrafında, Sərabda, Miyana tərəfdə, bu vuruşan fədailər müharibə sənətini hələ bilmirdilər. Atlılar piyadalara qarışır, piyadalar atlılara. Lakin onlar böyük qəzəb və şövq ilə düşmənə hücum edirdilər. Hər yerdə olduğu kimi, Təbriz ətrafında da belə qızğın vuruşlar gedirdi. ...1945 dekabrın 13'ünde akşam saat 8:30 dəqiqədə Tehran hükümetinin Təbriz qarnizonu təslim oldu. 3. İran Divizyasının komandiri General Dirəxşanı Təbriz qarnizonunun təslim şərtlərinə qol çəkdi. Hükümət dəyişdi. Yeni Azərbaycan milli hüküməti yarandı.